Yardımlı Deman-Arvan avtomobil yolu təmir olunacaq. Gələn ildən yolun asfalt örtüyü yenilənəcək. Daha hansı işlər görüləcək bu barədə əməkdaşımız Nuranə Tələtqızı məlumatları çatdırır. İzləyək. Qavaş kəndindən başlayaraq bəndlənmə işləri davam edir. Yardımlı rayonunun Deman-Arvana kəndləri boyunca davam da edəcək. 7 ay bundan öncə bəndlənmə işlərinə başlanılıb. Bəndlənmə işlərinin 3 kilometr artıq tamamlanıb. Digəri 1 kilometr isə hal-hazırda işlər davam edir və qeyd olunur ki, bu digər 1 kilometrdə tam bitdikdən sonra 2026-cı ildə Yardımlı rayonunda yardımlı Deman-Arvana avtomobil yolu təmir ediləcəkdir. Artıq burada 2026-cı ildə asfaltlanma işləri gedəcək. Qeyd edək ki, 2000 nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirəcək həmin avtomobil yolları. İş prosesi gedir. Bir neçə ayda bəndlənmə işləri davam edəcək. Əsas odur ki, beton bəndlənmə işləri bərkidildikdən sonra avtomobil yolunda isə 2026-cı ilin ilk aylarından bu yollar tam təmir olunub, asfaltlanıb, sakinlərin istifadəsinə veriləcək.